Siz bilirsiniz ki, bütün qapılar bağlı olsa da, belə kilitlənsə də, Allah sizə açar. Yəni o qapının yalnız açar deyin. Allah da olar. Allah açar. Yusuf açdığı kimi. O qapının kilidi yalnız açar deyil. Allah qeybi onu aça bilər. Yaxşı. Siz bunu bilirsiniz, amma onlar bunu iman gətirməyiblər. Bir Quranda ayə var, deyir, əmmən yucibul mustar. Mustar kimə deyilə bir söz? Maddi səbəblərin hamısı yox deyir. Bütün həkimlər deyib sağalmayacaq. Götürün aparın bunu. Götürün aparın, gözlüyün açan öləcək. Mustar budur. Təbii səbəblərlə qapı açılmaz. O Quran ayəsi deyir, əmmən yucibul mustarra izə da'ahu və yakşifussu. O anda müstərrin əlindən kim tutar? Əlbəttə o. Onlar bir yerə ecəndi, amma süzü üçün dalan yoxdur. İndi bax gör, onlar batilə nə qədər can qoyur, sən dürüstlüyə nə qədər can yandırırsan. Kəhf surəsində oxumusunuz, İz əvvəl fityə iləl kəhfi fəqalu Rabbənə atina min lədunkə rəhmə. O 7 nəfər ki, ordu düşüb bulanı dalıcan, təsəvvür edirsiniz, gəliblər, giriblər mağaraya, yəni mağarada elə bir yerdir ki, nə o tərəfə çıxış, düşmən bu tərəfdən, yeməyin yox, qurt-quş gəlib səni yiyər. Yəni, maddi səbəblərin hamısı bağlıdır. Amma həmən anda bunlar nə deyirlər? Fəqalu Rabbənə atina min lədunkə rəhmə. İstəsən həll olar. Həll elədik. Həll elədik. Onlar hamısı öldü, getdi, əsrlər keçdi, amma siz deyil sağsınız. Həll elədik. Onlar itdi, batdı, amma siz sağsınız.